بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع emrihi ve nehi. Hoş gördük değerli, aziz mümine bacılarım ve mümin kardeşlerim. Bugün cümedir. Cümemiz mübarek olsun inşallah. Cümede cəm olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cennetinde cəm eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayet etmeye davet edirəm. Allah'ın emrinde möhkəm olaq, Allah'ın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım xütbəm Sile-i Rəhm, qohumluq əlaqələrini yaratmaq və gücləndirmək. Mömin olaraq qorumalı olduğumuz əhəmiyyətli dəyərlərdən biri də Sile-i Rəhmdir. Sile-i Rəhm nədir? Yəni, qohumlara baş çəkmək, hal əhval tutmaqdır. Qısa olaraq mənası budur. Qohumluq əlaqələrinin yaxşı olması insanlarda maddi və mənəvi pisliklərdən insanları qoruyar. Yəni insan bir doğmasının, yaxınının, qohumunun yanına gedib onu ziyarət edərsə, hətta səni ziyarət etməsə də belə ona baş çəkmək, onu xatırlamaq, onu anmaq insanın ruzisini çoxaldacaq, ömrünə bərəkət verəcək. Bunun haqqında yüzlərlə hədis var, yüzlərlə əsaslar var. Qohumlarla sosial əlaqələrini kəsən kimsənələr barəsində Allah Teala Quran-ı Kərimdə Ən-Nisa surəsinin 1-ci ayəsində və ayənin sonluğunda belə bir ayə keçir. Vattaqullah الذي تساءلون به والأرحام واتقوا الله الذي تساءلون به والأرحام Allah'tan ve qohum əlaqələrini kəsən insanlardan çəkinin. Yani Kur'an-ı Kerim buyurur ki bir insan Allah'tan uzaklaştı, qohumlardan uzaklaştı, əqrabadan uzaqlaşdı, onlarla əlaqələrinizi kəsin. Çünki o Allaha qarşı xəyanət edib. O qohumlara qarşı xəyanət edib. Bəzən mən həyatımda da görmüşəm və təcrübəm də bunu sübut edir ki, təsəvvür edin bir adam atasından imtina edib, anasından bacı və qardaşlarından imtina edib, gəlir digər bir adamı özünə doğma bilir, qardaş bilir, əziz bilir. Əgər bir insan, əgər valideyn, ata-ana, qohum əqrabadan uzaqlaşırsa, deməli bu adamdan çəkinmək lazımdır. Bunu Quran-ı Kərim Ən-Nisa surəsində buyurur. Ondan sənə dost ola bilməz, ondan sənə qəm yoldaş ola bilməz. O yalancı və müvəqqəti bir dost ola bilər ki, sonradan da o bağlar və əlaqələr qırılacaq. Əgər biz ümumi halda Sile-i Rəhm deyiriksə, burada ümumi insan haqlarından söhbət gedir. Biri digərinə olan
hörmətdən gedir, sayğıdan gedir. Yəni sile rəhm tək bu anlamda deyil. Bir insanın digər insana olan ehtiramı və səmimiyyəti bu İslam mədəniyyətinin göstəricisidir. İslam bizə bunu deyir. Məsələn, bir adam yolla keçir, deyir selamun aleyküm. Bəzi, mən də bunu biraz dərinliyə getməyəcəm, elə ölkələr var ki, ola bilər ki, lap inkişaf eləmiş ölkələrdir. Onların üzündə təbəssüm ola bilər, onların görüşəndə bir təbəssüm eləyə bilər, amma salamlaşmaq hər cəmiyyətdə ola bilməz. Selamun aleyküm. Bir müsəlman bir müsəlmanı görəndə, ya qonşunu görəndə kim selamun aleyküm. Selamun aleyküm nədir? Sülh olsun sənə, uğurlu olsun sənin üçün həyat. Allahın rəhmi olsun sənə. Bu da deyir və aleyküm. Mənə nə arzu eləmişsinizsə, onun 10 qatını da sənə arzu eləyirəm. Bundan böyük səmimiyyət, bundan böyük İslam mədəniyyətindən nə ola bilər artıq? Bir-birimizə sevgimizi nümayiş elətdiririk, insanlığımızı, səmimiyyətimizi nümayiş elətdiririk. Mən qısa olaraq bunları mən qeyd edirəm, çünki uzun bir dərinliyə keçmək istəmirəm. Sile rəhm dedikdə bunların mərhələləri var. Mən istəyirəm qısa olaraq vaxtınızı alım. Sile rəhmin, qohumluq əlaqələrinin mərhələləri var. Birinci nədir? Ata-anadır. Bu ən əsas mərhələdir. Biz sile rəhm deyəndə, qohumluq əlaqələrini yaradan deyəndə birinci ata-ana düşünməlidir beynimizdə. Onların xüsusi qayğıya layiq olduğu vurğulanır. Hətta analar bəzi hədislərdə atadan üstün sayılır. Sənin və mənim vəzifəm ata-anaya və onun xidmətində, qayğısında durmaq sile rəhmin birinci mərhələsidir. İkinci mərhələ nədir? Bacı və qardaşlar. Bu ikinci dərəcəli şəxslərə aiddir. Bacı və qardaşlar. Birinci mərhələdə ata-anadır, ikinci mərhələdə bacı və qardaşlardır. Üçüncü mərhələdə isə qan qohumlarıdır. Qan qohumları kimdir? Əmidir, xaladır, dayıdır, bibidir və onların övladlarıdır. Və dördüncü mərhələ isə sonradan qohum olanlar. Sonradan qohum olanlar kimlərdir? Kürəkəndir, gəlindir, qayın kimi sonradan bu qohumluq əlaqələri yaranır. Qısa olaraq bu məlumatı mən verdim. Sadəcə hər bir insan ilk növbədə qohumluq əlaqələrini möhkəmlətməlidir. Bu müsəlmançılığın bariz nümunəsidir. Bu İslam mədəniyyətidir. Ona görə bizim insan kimi formalaşmağımızın mərhələlərindən də biri qohumlara baş çəkməkdir. İndi mənim qohumum məni saymır, mənə ehtiram göstərmir. Bilirəm, bəziləri insanlar ürəyində belə bir söz deyəcək ki, filan kəs məni saymır, mən onu niyə sayım? Əmi məni saymır, mən əminin qapısına niyə getməliyəm? Bu yanlış fikirdir, bu doğru fikir deyil. Sən get, sayğı göstər. İndi bilirsiniz, texnologiya o qədər inkişaf edib ki, bugün süni intellekt dövrüdür. Bu günləri Amerikada oturan bir qohumda buradan bilet alıb 3000-5000 evro və ya dollar xərcləməyə dəyməz. Ən azı bir video görüntü eləyə bilərsən, o ilə keyf-əhval soruşa bilərsən, halını tuta bilərsən və bir könül xoşluğu ilə ondan bir razılıq ala bilərsən hər hansı bir halda ki, o da səndən razı qalsın, sən də ondan. Yox, əlaqələr yoxdur. Əlaqələr hər cür mümkündür. Bu əlaqələri yaratmaq yetər ki, bizim üzərimizə düşən bir vəzifədir. Allah inşallah bir dua edək, ondan sonra namazımıza başlayaq. Ey Rəbbimiz, sən yaxınsan, duaları eşidən və cavab verənsən. Sən yalvaranı geri çevirməz, səndən ümid edənləri ümidsiz qoymarsan. Bizləri naümid etmə, ya Rabbim. Ey Rəbbimiz, qəlbimizdə elə arzular var ki, onları yalnız sən bilirsən, səndən başqa kimsə bilməz. Sən onları mərhəmətin və lütfünlə bizə nəsib et. Bizə israrla dua etməyi sevindir. Bizə israrla dua etməyi sevdir. Qəbuluna inan ver və cavabın gözlənmədiyimiz bir yerdən Allahım xeyirlə, bərəkətlə bizə cavab ver, ya Rabbim. Ey Rəbbimiz, istədiyimizə sənin köməyinlə çataq, qurtuluşumuza isə yalnız sənin mərhəmətin səbəb olsun. Bizlərə mərhəmət göstər, ya Rabbim. Sənə and verirəm cəlalımın xatirinə.
evlərimizə bərəkət, qazancımızı halal və bərəkətli et ya Rabbim. Ey Rabbim, bizi ən sevdiyin qullardan qərar ver. Ya Rabbim, evlərimizdən Allah dostları çıxardı ya Rabbim. Övladları olmayan, övlada möhtac olan, övlad qığıldısına ehtiyacı olanları evlad arzusu ilə onları sevindir ya Rabbim. Şəhidlərimizə rəhmət elə ya Rabbim. Burada cavanlarımız, dostlarımız, ağsaqqallarımız, bacılarımız oturublar. Kimin nə xəstələri var, xəstəliyi var, dərdi var. Peyğəmbər və onun ailəsinə xatir dərdlərimizə dərman elə. Bizim Türkiyədən də qonaqlarımız var, əziz qardaşlarımız var və digər ölkələrdən də qonaqlarımız var. Allahım, Azərbaycanımızı və dünya müsəlmanların bir-birinə mehriban elə. Bayrağımızı uca elə. Şəhidlərimizin ruhlarını duaçı elə. Bizləri şər və böhtandan mühafizə elə. Ya Rabbim, ağlımızı bir anda əlimizdən alma ya Rabbim. Bizləri bir anda öz başına buraxma ya Rabbim. Sənin duan, özün buyurmusan, çağırın məni, mən də sizin dualarınızı qəbul edim. Ya Rabbim, biz məsum deyilik, bizim günahlarımız çoxdur. Ya Rabbim, bilərəkdən, bilməyərəkdən, etdiyimiz xətaları, üsyanları, nisyanları əff et ya Rabbim. Layiq olmayan ibadətləri bizdən qəbul elə ya Rabbim. Dualarımızın qəbul haqqında Muhammed Ali Muhammedə salavat. Allah.